İnsanlar niyə bir-birlərini yanlış anlayırlar? Niyə bir-birlərini yanlış qavrayırlar? Çünki biz adətən bəzi münasibətlərimizdə özümüzü başqalarına yansıtırıq. Yəni öz halımızı, vəziyyətimizi başqalarına yükləməyə, başqalarına yönləndirməyə meylli oluruq ki, buna proyeksiya deyilir psixoloji ədəbiyyat. Öz hisslərimizi, öz qorxularımızı başqalarına aid edirik və onlarda bu hissləri görməyə çalışırıq. Məsələn, ola bilər bəzən birinin haqqında deyirik ki, filan kəs məni bəyənmir. Əslində burada mümkündür mən onu bəyənmirəm, amma mənim onu bəyənməməyimi ona köçürərək, qarşımda olan şəxsə köçürərək, onun mənə bəyənməməsi kimi algılayıram. Və nəticədə daxilimizdə olan hissləri başqalarına və başqalarının davranışlarına yansıtdığımız üçün bəzən biz qarşımızda olan şəxsi doğru və düzgün anlamırıq. Yanlış anlaşılmalar üzə çıxa bilir.